Arif müəllim, kişilər də imkanlı qadın axtarırlar evlənməyə. O gün bir sorğu keçirilmişdi şəhərdə, sadəcə internetdə qarşıma çıxdı. Bir oğlana soruşurlar ki, xanımın evi olmazsa ailə qurmalıdır. Deyir, yox, nə danışırsan? Evi yoxdursa niyə ailə qursun? Evi olsun xanımın, sonra ailə qursun. Niyə bu vəziyyətə gəlib çatdıq ki, bəylərimiz də evi olan xanım axtarırlar? Özlərinə güvənmirlər. Deməli, o şərait axtarır, ailə axtarmır. Sevgi o bilmir nədir. Ona görə mənim sevgi sözündən zəhləm gedir. Xoşum gəlmir. Axı həmin o oğlan evdə bir bacısına baxsın ki, bacısının evi varmı? Sabah gəlib bir oğlan onu alacaq. Onu fikirləşmək ancaq özü üçün yaşayır o. Bir günləri mən bir dənə də hadisə danışım. Ümumiyyətlə, mən çox vaxt xoşum gəlir ki, mücərrəd danışmayayım. Neylənsə əlaqələndirim. Üzr istəyirəm, biz təzə ailə qurmuşduq. Artıq hələ uşaqlar yox idi, üzr istəyirəm. Mən evdə oturmuşdum, Şəfiqə ilə fikirləşirdik. Mənim cəmi cibimdə 3 manat pulum vardı. Öz-özümü fikirləşirdim ki, avqust ayı müəllimlərin, necə deyərlər, çox pis vaxt olur. Məzuniyyətdə olan vaxtı. Özdə o vaxt ki, müəllimlər belə deyirdilər. Bilmirəm, indi o yaddan çıxıb o söz. Deyirdilər ki, avqust ayı müəllimlərin şalvar satan vaxtıdır. Çünki heç yandan gəlirləri yoxdur. Mənim də 3 manat pulum qalıb əlimdə. Hələ ayın qurtarmağına, sentyabrın başlamağına bir neçə gün qalıb. Öz-özümlə danışırdım ki, mən neyniyim, kimdənsə borc eləyim, onu da istəmirəm. Birdən gördüm ki, o vaxt abuna yazılırdı, qəzet gəlirdi və qəzet gəlib, arasında bir qəbz gəlib. 300 neçə manatsa mənə üçün pul gəlib Moskvadan, Melodiya firmasından. O vaxt 300 manat böyük, çox böyük pul idi. Əvvəla çox sevindim. İkincisi dedim ki, bunu yəqin mənim üçün Allah göndərib. Getdim poçtdan o pulu alanda gördüm Moskvada biz o Nəriman müəllimlə qramofon valına çağırgah bir də Rasmovam yazmışdı. Onun pulu gəlib. Gördüm ki, insan gərək heç vaxt acgözlük eləməsin.